Elizam, bax görsən qeyri-adi belə fikirlərin, planların, gələcəkdə açıqlama verə bilərsən, nələrdən geyimlər eləməyi düşünürsünüz? Əslində, mənim həmişə bacım deyirdi ki, mən istəyirəm, sən məni aparasan bir çılçıraq dükanına, lüstr. Mən deyir, o paltarı sənə hazırlamaq istəyirəm. Düzdür, sonradan biz gördük ki, Hollywoodda geyindilər. Amma yenə də o deyil, mənim bacımın başqa fikri var. Düzdür. Nədən lammışqadan paltar geyim? Lüstrdən bacım. Adam yaşayırsan, bax orada karotka verəcək, ondan sonra həyəcək. Şirləşdiyin kimi olmuyor, şunurun bir səhviyyətini Allah qorusun. Elmətdir, olub, Uğur Böcəyi konsertində olmuşdu. Hətta suya düşmüşdüm, qorxmuşdular ki, məni tok vurardı. Belə olub paltarım. Neçə volt idi? Voltu az olub da, yəqin onu görün məni. Yaxşı, Krüçanselin haradaydı? Və indi də üstündə batareyalarda. Bildim. Demək, nəyi demək istəyirəm? Sonra bir də bir geyim də fikirləşir. Misal üçün, ümumiyyətlə, çox geyimlər fikirdə var. Amma bir geyim var ki, onun üzərində biz mübahisə edirik. Mən deyirəm, mən onu necə hazırlayacaqsan? Mən ona Dilarə xanımın qulağına deyə bilərəm. Eləmə, onda qadınım. Onun qulağına deyil, amma o geyimi mən qurban. Bildin sən hansıdır? Bilmirəm, hər dədirsə o qulağa deyilirsə, onu geyinmək olmaz. Yox, qulağa deyilən geyim.